Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində deməli Heydər Əliyev prospektinə yerləşən Kapital Bankın arxasında, yəni həmin Kapital Bankdan təxminən 180-200 metrlik məsafədə bax qarşıda gördüyünüz bir böyük zal, eyni zamanda iki böyük otaq olan, hər bir şərait olan bax belə bir məhəlləvi kirayə verilir. İndi mən ən böyük otağı keçirəm, yəni ən böyük dedikdə bunların hamı üçü də böyükdür, böyük otaqlardır. Bax burada hal-hazırda siz 4 ədəd deməli kravat görürsünüz, yorğan döşəkləri var, baduşkaları da hal-hazırda yoxdur, ancaq mən elə gəlir ki olmalıdır. Deməli pərdəsi var, ancaq hal-hazırda asılmayıb. İndi isə ikinci otağa keçirəm. Yenidən mən həmin otağı sizə göstərirəm. Bax bu gördüyünüz kravatların yerini dəyişmək mümkündür. İndi isə ikinci otağa keçirəm. Bir zal, iki otaqdır. Otaqlar böyükdür. İstilik sistemi İranski peşdir. İndi isə qarşıda bax 2 ədəd deməli şkafı göstərirəm. Yenidən dediyim kimi pərdələri var. Hal-hazırda internet xətti yoxdur, ancaq mən dəqiq söz verirəm onun çəkilməyinə. İndi isə mən sizə zalı göstərirəm. Televizoru YouTube'dur. Yenidən bax otaqda olan əşyaları göstərdim. Keçmişdə, yəni keçmiş vaxtlarda Əkbər market kimi tanıdığımız həmin marketə çox yaxın bir ərazidir. Növçülərdə yerləşir. İndi hal-hazırda həmin Əkbər marketin deməli yerində al marketdir, bilirsiniz. Həmin yoldan 13 nömrəli marşrut keçir. Bu tərəfdən isə 5 yoldan deməli 19 nömrəli marşrut Heydər Əliyev prospektindən təxminən bax bu həyət evinə qədər olan məsafə maksimum deməli 180-200 metrdir. İndi hamamını görürsünüz. Bax gördüyünüz əşyaların hamısı təzədir, yəni texnikanı deyirəm. Bu santexnika aid olan məsələdir. Qarşıda bax qapıdan giriş hissəsini görürsünüz. Deməli sol tərəfdə bax işığı görmək mümkündür. Bax həmin işığın yanında maşın üçün qarajdır. Bax belə bir böyük sal, 2 böyük otağı, hər bir şəraiti olan deməli həyət evinin kirayə haqqı 380 manatdır qiymətində. Bir balaca razılaşma olmalıdır. Başqa regionlar üçün də onu da deyim ki, deməli şəhərdir. Skonu yaxındır, 5 yola yaxındır. Burası bax belə bir mini otaq varsa deməli mətbəx kimi də başa düşmək olar. Ancaq otaq kimi də istifadə etmək mümkündür. Xaladilnik işlək vəziyyətdədir, təzədir. Paltoriya maşını görmək mümkündür. Bura mətbəxdir. Bir neçə qab-qacaq da olacaq. Bundan başqa 5, 34 və 43 nömrəli orta məktəblər çox yaxınlıqda yerləşir. İndi isə mən sizə deməli mini bağçasını göstərəm. Yuxarıda bakını yəqin ki görürsünüz. Deməli istilik sistemi bax bu qarşıda gördüyünüz 2 minutkadır, elektronudur, təzədir. Hər bir deməli elektro оборудование hamamda, mətbəxdə olan bütün deməli bax bu suya aid nə varsa hamısı təzə qoyulur. Bu sözü bu cür dedim. Dediyim kimi qiymətin 380 manatdır qiymətində mütləq razılaşma olmalıdır. Bax belə sizlərə uğurlar.